Salam, mən Mələk Nəsiz, Global Management'ın insan resursları üzrə baş meneceriyəm. Bugün qısa olaraq işə qəbul prosesinin şirkət və əməliyyat səmərəliliyinə necə təsir etdiyindən danışmaq istəyirəm. Düzgün seçilmiş əməkdaş dedikdə, biz boş vakansiyanın doldurulmasını deyil, komandanın məhsuldarlığına və biznesin davamlı inkişafına birbaşa töhfə verəcək şəxs nəzərdə tutaraq seçməliyirik. Bu seçim prosesinin yanlış aparılması şirkətin resurslarına təlim xərcləri, adaptasiya müddəti və performans fərqləri şəklində təsir edə bilər. Bu səbəbdən insan resursları proseslərində əsas məqsəd vakansiya tələblərini dəqiq müəyyənləşdirmək, namizədləri obyektiv meyarlarla qiymətləndirmək və işə qəbul qərarlarını sistemli əsaslarla verməkdir. Eyni zamanda, əmək qanunvericiliyindəki yeniliklər işə götürənlər üçün daha aydın, lakin daha məsuliyyətli yanaşma tələb edir. Müqavilələrin düzgün tərtibi, sığorta və elektron qeydiyyat məsələlərinin dəqiqliyi insan resursları idarəçiliyin ayrılmaz hissəsidir. Global Management olaraq biz işə qəbul və kadr idarə etməsini biznes proseslərinin bir parçası kimi qururuq. Çünki düzgün insan resursları yanaşması şirkətin stabil komanda və davamlı inkişaf strategiyasının əsasını təşkil edir. Və hər birinizə karyeranızda uğurlar arzulayırıq.